Hər vaxtınız xeyir olsun yoldaşlar. Bildiyimiz kimi Dövlət İmtahan Mərkəzi dövlət quluna qəbul üzrə qanunvericilik fənni proqramında müəyyən dəyişikliklər edib və dekabr imtahanından etibarən artıq elektron imza və elektron sənəd haqqında qanunun bütün maddələri əhatə edən suallar düşəcək. Və bugünkü videoda da mən sizə elektron imza və elektron sənəd haqqında qanunun bütün maddələrinin hissə-hissə izahını təqdim edəcəm. Bununla yanaşı qanunvericiliklə bağlı mobil tətbiqimizə elektron imza və elektron sənəd haqqında qanuna aid bütün maddələri əhatə edən yeni tipli suallar da əlavə olunacaq. Keçək qanun izahına. Elektron imza. Bu qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövrəsində tətbiqinin, təşkilati, hüquqi əsaslarını və əlaqədar olan subyektlərin hüquqlarını müəyyən edir. Aralarında yaranan münasibətləri isə tənzimləyir. Baxın, buradan iki cür sual çıxa bilər. Birinci sual, qanun nəyi müəyyən edir? İkinci sual, qanun nəyi tənzimləyir? Müəyyən edir soruşsa, elektron imzanın və elektron sənədin istifadəsinin və onların elektron sənəd dövrəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını, bir də əlaqədar olan subyektlərin hüquqlarını müəyyən edir. Bəs nəyi tənzimləyir? Bunlar arasında yaranan münasibətləri tənzimləyir. Birinci fəsil ümumi müddəalar, maddə 1 əsas anlayışlar. Verilənlər informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya. Yəni yoldaşlar, verilən deyəndə emal edilməyə yararlı informasiya başa düşülür. Yəni informasiya texnologiyaları vasitəsilə emal edilməyə yararlı informasiya verilən hesab olunur. Verilənlərin daşıyıcısı, verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyekt. Diqqətli olun. Baxın, iki cür yanlış bənd yaza bilərlər. Verilənlərin saxlanması və məhv edilməsi üçün təyin edilmiş maddi obyekt verilən daşıyıcı sayılır. Ya da yaza bilərlər ki, verilənlərin saxlanması və yoxlanması üçün təyin edilmiş maddi obyekt. Məhv edilmə yazsalar tapmaq olar. Amma yoxlanma yazanda doğru bəndə oxşuyur. Ona görə diqqətli olmaq lazımdır. Bu sarı rənglə qeyd etdiyim hissələrdə söz oyunu edə bilərlər imtahanda. Məlumat bildirişi. Nədir məlumat bildirişi? Məlumatın verilənlər daşıyıcısında yazılmış forması. Deməli, məlumat bildirişi nə olacaq? Verilənlər daşıyıcısında yazılmış forması. Necə yaza bilərlər? Yanlış bənd kimi məlumatların həm verilənlər daşıyıcısında, həm də verilənlərin daşıyıcısına fərqli şəkildə yazılmış forması məlumat bildirişi hesab olunur. Bu səhvdir artıq. Verilənlərin daşıyıcısında yazılmış şəkli, onun verilənlərin daşıyıcı yazılmış forması məlumat bildirişi hesab olunacaq. Elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan imza sahibini identikləşdirməyə imkan verən verilənlər. Yoldaşlar, digər verilənlər deyiləndə nə başa düşülür? İmza sahibi ilə birlikdə göndərilən ya da ki, ona əlavə olunan şəxs haqqında məlumatlar başa düşülür yoldaşlar. Gücləndirilmiş elektron imza. Nədir gücləndirilmiş elektron imza? İmza sahibinin nəzarəti altında olan, elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza. Burada diqqətli olaq, baxın, identikləşdirən sözünü dəyişib sertifikatlaşdıran yaza bilərlər. Sonra bir dəfə təhrif olunmadığı yerini yazmışlar ki, təhrif olunduğunu. Yəni söz oyunu edə bilərlər və ən çox da söz oyunu olunan qanun elektron imza və elektron sənəd haqqında qanundur. Daha sonra elektron imza sahibi, yəni imza sahibi nə deməkdir? Öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət verilmiş şəxs adından çıxış edən fiziki şəxs. Diqqətli olaq, sizə yanlış bənd kimi necə yaza bilərlər? Yaza bilərlər ki, yalnız öz adından çıxış edən şəxs, yəni çıxış edən fiziki şəxs elektron imza sahibi hesab olunur. Bu səhvdir. Çünki bu
öz adından da ola bilər, yaxud da qanunverici nəzərdə tutulmuş qaydada ona səlahiyyət verilmiş şəxs adından da çıxış edən fiziki şəxsi elektron imza sahibi kimi başa düşmək olar. Elektron imza vasitələri. Elektron imza yaradılması və yoxlanılması, eləcə də imza yaratma və yoxlama məlumatları yaratmaq üçün istifadə olunan proqram və texniki vasitələr. İndi burada diqqətli olaq yoldaşlar. Sizdən elektron imza vasitənin tərifini soruşa bilərlər və variantı yaza bilərlər ki, elektron imza yaradılması və istifadəsi üçün yoxlama sözü yerinə istifadə yaza bilərlər. Diqqətli olmaq lazımdır. Daha sonra elektron imza yaratma məlumatları. Elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və ya kriptoqrafik, təkrarolunmaz kriptoqrafik açardan ibarət olan təkrarolunmaz verilənlər. Yoldaşlar, burada təkrar olunmaz sözünü dəyişib təkrar olunan yaza bilərlər. Daha sonra elektron imzanın yoxlama məlumatları. Elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrar olunmaz verilənlər. Baxın, burada təkrar olunmaz verilənlər ifadəsi var. Təkrar olunan yaza bilərlər. Bir şeyi də diqqətinizi çatdırım. Ola bilər ki, sizdən elektron imza yaratma məlumatlarının tərifini soruşarlar. Amma onun yerinə gətirib elektron imzanın yoxlama məlumatlarının tərifini yaza bilərlər. Buna necə ayırırıq? İmza yaratma məlumatlarında elektron imza yaratmaq sözü var. Yoxlama məlumatlarında isə imzanın həqiqiliyini yoxlamaq var. Yəni məqsədi bəllidir hər ikisində. Ona görə yerlərini dəyişdirsələr diqqətli olun yoldaşlar. Daha sonra elektron imzanın həqiqiliyi. Elektron imzanın yoxlamaq məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişməzliyinin və təhrif edilmədiyinin təsdiqi. Yoldaşlar, gücləndirilmiş imzada da vardı bu ifadələr. Bütövlük, dəyişməzlik, təhrif olunmadığı. Məsələn, təhrif olunduğu yaza bilərlər. Diqqətli olmaq lazımdır. Daha sonra sertifikat. İmza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanın yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş kağız və elektron sənəd. Deməli yoldaşlar, burada diqqətli olun. Xüsusən sarı rənglə qeyd etmişəm. 1. Yaza bilərlər ki, imza sahibini sertifikatlaşdırmaq üçün. Bu yanlışdır. 2. Sertifikat xidmətləri mərkəzinin yerinə Nazirlər Kabineti yaza bilərlər. Sertifikat xidmətləri mərkəzi olmalıdır burada yoldaşlar. Yaxud Milli Məclis yaza bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yaza bilərlər. Diqqətli olun. Sertifikat xidmətləri mərkəzi ifadəsi olmalıdır. Daha sonra təkmil sertifikat. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən gücləndirilmiş elektron imzanın yoxlama məlumatları barəsində verilən sertifikat. Diqqətli olun, yaza bilərlər ki, bütün sertifikat xidmətləri mərkəzi tərəfindən gücləndirilmiş elektron imzanın yoxlama məlumatları barəsində verilən sertifikat. Burada diqqətli olun, bütün sertifikat mərkəzləri xidməti yox, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi. Akkreditə ilə yoldaş qeydətə alınmış deməkdir. Sertifikat xidmətləri mərkəzi, yəni bundan sonra mərkəz deyiləndə sertifikat xidmətləri mərkəzi başa düşüləcək. Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə bu qanunla müəyyən edilmiş digər xidmətləri göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Baxın, hüquqi şəxs yaratmadan ifadəsi var burada. Ona diqqət yetirin yoldaşlar. Deməli, mərkəz deyiləndən başa düşüləcək. Elektron imzanı yaratmaq, daha doğrusu elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə elektron imza və elektron sənəd haqqında qanunla müəyyən edilmiş digər xidmətləri göstərən hüquqi şəxs ya da ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs. Bunu başqa versiyada necə yaza bilərlər? Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsi mərkəz kimi başa düşülə bilməz. Yəni mərkəz deyil. Səhvdir bu yoldaşlar. Çoxu misal üçün hüquqi şəxs yaratmadan sözünü gördüyü üçün, inkarlıq şəkilçisini gördüyü üçün gedib onu səhv götürə bilər. Yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs də
mərkəz kimi başa düşülə bilər. Akreditə edilmiş sertifikat xidmətləri mərkəzi. Təkmil sertifikat vermək hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidməti mərkəzi. Yoldaşlar, burada diqqətli olun. Baxın, çox vaxt Dövlət İmtahan Mərkəzinin dövlət quluna bağlı təşkil etdiyi imtahanda müvafiq icra hakimiyyəti orqanı yerinə Milli Məclis yazırlar. Təkmil sertifikat vermək hüququ Milli Məclis tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat. Çoxu müvafiq icra hakimiyyəti orqanı hansı olduğunu bilmir, gedir Milli Məclis götürür. Yoldaşlar, ona da qeyd edeyim ki, Milli Məclis icra hakimiyyəti orqanı deyil. Yəni, testdə görsəz elə bir səhvlər etməyin. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Daha sonra elektron sənəd. Elektron formada, o cümlədən mətn, səs, görüntü və audio görüntü formasında saxlanılan kontent. Elektron sənəd dövrəsi. İnformasiya sistemində elektron sənədin nizamlanmış hərəkətlə bağlı informasiya prosesləri. Yoldaşlar, diqqətli olaq. Bir dəfə imtahanda yazıblar ki, informasiya sistemində elektron sənədin nizamlanmamış hərəkətlə bağlı informasiya prosesi. Bir çox imtahan iştirakçısının bu gözündən qaçır. Nizamlanmışı dəyişib nizamlanmamış edirlər. Və imtahanda elə bir ağrı olur ki, nizamlanmamış sözü nizamlanmış kimi görsənir. Ona görə bu sözü çox fikir verin. Elektron sənəd dövrəsi vasitələri. Elektron sənəd dövrəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar. Deməli, elektron sənəd dövrəsi vasitələri nə olacaq? Elektron sənəd dövrəsi istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar. Sertifikatlaşdırılmış elektron imza vasitələri. Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq olunmuş elektron imza vasitələri. Sertifikatlaşdırma qaydaları əsasında. Sertifikatlaşdırılmış elektron sənəd dövrəsi vasitələri. Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron sənəd dövrəsi vasitələri. Yenə yoldaşlar, diqqətli olun. Sizdən sertifikatlaşdırılmış elektron imza vasitələrinin tərifini soruşarlar. Yerinə sertifikatlaşdırılmış elektron sənəd dövrəsi vasitələrini yazarlar. Sonluqlara fikir verin. Birində imza vasitələridir. Sonluğu da imza vasitələrindən bitir. Digəri də elektron sənəd dövrəsi vasitələridir. Elektron sənəd dövrəsi vasitələrlə də bitir. Ola bilər ki, cümlənin başlanğıcı oxşar ola bilər, amma diqqətli olmaq lazımdır. Elektron sənədi göndərən. Nə deməkdir göndərən? Elektron sənəd dövrəsi vasitəsi isim olmaqla özü tərəfindən ya da ki, adından elektron sənəd göndərilən fiziki ya da hüquqi şəxs. Diqqətli olaq, elektron sənədin göndərən tərəfini soruşub, yerinə nə yaza bilərlər? Elektron sənəd dövrəsi vasitəçisi isim olmaqla. Vasitənin yerinə vasitəçi yaza bilərlər. Diqqətli olmaq lazım yoldaşlar. Göndərəndə vasitədir. Elektron sənədi alan. Elektron sənəd dövrəsi vasitəçisi isim olmaqla elektron sənəd ünvanlandığı fiziki və hüquqi şəxs. Alanda isə vasitəçidir. Elektron sənəd dövrəsi vasitəçisi. Elektron sənədi göndərən və alan arasında elektron sənəd dövrəsi xidmətlərini göstərən fiziki və hüquqi şəxs. Yəni, dövriyyə vasitəsi deyəndə yoldaşlar əlaqə qurur. Alanla göndərən arasında. Daha sonra elektron sənədin həqiqiliyi. Elektron imzanın həqiqiliyinin yoxlanması yolu ilə elektron sənədin tamlığının, yəni zəruri rekvizitlərə malik olması və bütövlüyünün, yəni ötürülmə zamanı texniki xətaların və təhriflərin olmamasının təsdiq edilməsi. Yoldaşlar, ola bilər ki, elektron sənədin həqiqiliyinin tərifini soruşarlar sizdən. Tamlıq sözünü yazmazlar, tamlığın yerinə zəruri rekvizitlərə malik olmasını yaza bilərlər. Bütövlüyünü yazmazlar, yerinə ötürülmə zamanı texniki xətaların və təhriflərin olmamasını yaza bilərlər. Çoxu sözü öyrənir, amma mötərizədə yazılmış versiyasını öyrənmir. Ona diqqət yetirmir. Amma yoldaşlar, diqqət yetirmək lazımdır. Çünki fikir vermədiyiniz bir söz sabah imtahanda qarşınıza çıxa bilər. Yəni, hər iki versiyada yazılsa doğrudur. Daha sonra, korporativ informasiya sistemi mülkiyyətçinin müəyyən etdiyi və iştirakçılar arasında müqavilə ilə
razılaşdırılmış məhdud saylı istifadəsilə olan informasiya sistemi. Diqqətli olaq yoldaşlar. Baxın, bu məhdud sözünü xüsusən qeyd etmişəm. Bu məhdud sözün yerinə qeyri-məhdud yaza bilərlər. Yəni əmin olun ki, buradan sual düşsə əgər, korporativ informasiya sisteminin anlayışını sorsa, məhdud sözünü dəyişib qeyri-məhdud edəcəklər. Daha sonra imza sahibi barəsində məlumatlar. Sertifikat alarkən imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumat. Daha sonra vaxt göstərici. Müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akreditə edilmiş mərkəzin elektron qeydi. Müvafiq icra hakimiyyət orqanının elektron qeydi yaza bilərlər. Milli Məclisin elektron qeydi yaza bilərlər. Yoldaşlar, diqqətli olmaq lazımdır. Daha sonra bu qanunda bundan sonra istifadə edilən mərkəzlər anlayışı sertifikat xidmətləri mərkəzi və akreditə edilmiş mərkəzləri, imzalar isə elektron imza və gücləndirilmiş imzanı nəzərdə tutur. Yəni yoldaşlar, mərkəzlər deyəndə sertifikat xidmətləri mərkəzi və akreditə edilmiş mərkəzlər başa düşüləcək. İmzalar deyildə də elektron imza və gücləndirilmiş imza başa düşüləcək. Daha sonra maddə 2 elektron imza və elektron sənədin istifadə sahələri. Azərbaycan Respublikasının qanunverici nəzərdə tutulmuş hallar istisna olmaqla elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Diqqətli olaq, yaza bilərlər ki, hər bir halda elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Bu səhvdir yoldaşlar. Hər bir halda yox. Çox vaxt qanunverici nəzərdə tutulmuş hallar istisna olmanın ifadəsi yerinə hər bir halda, bütün hallarda yazırlar. Yəni diqqətli olun yoldaşlar. Əmin olun ki, bu cümləni də bu formada salacaqlar imtahanda sizə. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Daha sonra maddə 3 elektron imza və elektron sənədin hüquqi qüvvəsi. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. Yanlış bənd kimi yazırlar ki, sertifikatsız olduğuna görə elektron imza etibarlı sayılır. Yanlışdır bu yoldaşlar. Elektron formada yaxud da sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri yaradıldığına görə elektron imzanı etibarsız saya bilməzlər. Azərbaycan Respublikasının qanunverici nəzərdə tutulmuş hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Bunun mahiyyətini izah etməmişdən qabaq onu qeyd edim ki, yoldaşlar, burada qüvvədə olan sözünə fikir verin. Bir dəfə imtahanda qüvvədə olan sözünü çıxartmışdılar və bu cümləni olduğu kimi variantı yerləşdirmişdilər. Qüvvədə olan söz olmasa yoldaşlar, bu yanlışdır. Keçək ikinciyə yoldaşlar. Deməli 2023-cü ilin 13 avqust imtahanında bu bənddən situasiya tipli sual salmışlar. 3.2-dən 3.3-dən. Nə demək istəyir? Deməli burada yoldaşlar deyir, qanunverici nəzərdə tutulmuş hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri yaradılan və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzasına bərabər hüquqi qüvvəyə malikdir. Yəni yoldaşlar, qanunverici nəzərdə tutulan halları çıxmaq şərti ilə sertifikatlaşdırılmış imza vasitələrinin yaradılan və qüvvədə olan təkmil sertifikatlı, təkmil nədir yoldaşlar? Daha inkişaf etmiş, daha geniş. Yəni dövlət tərəfindən təsdiq olunur bu. Yəni bununla yaradılmış, gücləndirilmiş imza əl imzası yoxdur, kağız üzərində. Onunla eyni hüquqi qüvvəyə malikdir. İkisi də eyni şeydir yoldaşlar. Yəni eyni hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə, bu qanun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcı üzərində və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Nə deməkdir bu yoldaşlar? Əgər elektron imzanın sənədində yazılıbsa ki, bu şəxs filan səlahiyyətə malikdir. Misal üçün, hər hansı bir məktəbin direktorudur, yaxud da hər hansı bir vəzifəsi var. Yəni imzada bu qeyd olunub, yəni təkmil sertifikatda. Onda bu imza
həm imza kimi, həm də möhür kimi qəbul olunacaq. 3.4 Qanunverici ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda, bu qanun 3.2-ci və 3.3-cü maddələrinə müvafiq qayda imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. 3.4-də nədir yoldaşlar? Əgər qanunvericidə qeyd olunubsa ki, sənəd mütləq yazılı olmalıdır, bu elektron imza ilə imzalanmış sənəd də yazılı sənəd hesab olunacaq. Yəni onu ayrıca kağızda çıxarmağa ehtiyac yoxdur. 3.5 Azərbaycan Respublikasının qanunverici ilə sənədin notariat qaydası təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla elektron sənəd kağız daşısı olan sənədə bərabər tutulur və onunla eyni hüquqa malikdir. Hansı hallar istisna olmaqla? Notariat qaydası təsdiq və ya dövlət qeydiyyatı tələb olunan hallar istisna olmaqla elektron sənəd kağız daşısı olan sənədə bərabər tutulacaq və onunla eyni hüquqa malik olacaq. 3.6 Qanunverici ilə sənədin notariat qaydası təsdiqi və dövlət qeydiyyatı tələb olunduqda elektron sənəd və onun bu qanunun 25.1-ci maddəsinə tələblərinə cavab verən sürət, yəni təsdiq olunmuş sürət yoldaşlar, qanunverici müvafiq olaraq təsdiq olunmuş sürəti tələblərə cavab verəcək və Azərbaycan Respublikasının qanunverici müvafiq olaraq qeydiyyata alınacaq və təsdiq ediləcək. Daha sonra məlumat bildirişinin və elektron sənədin istifadəsi bu qanunla və ya digər normativ hüquqi aktlarla tənzimlənir. Bir dəfə imtahan düşüb ki, məlumat bildirişinin istifadəsi elektron imza və elektron sənəd haqqında qanunla tənzimlənə bilər. Çoxu gedib bunu səhv götürür, çünki cümləni burada yazıldığı kimi görməyiblər. Yoldaşlar, məlumat bildirişi də, elektron sənədin istifadəsi də qanunla da tənzimlənir və digər normativ hüquqi aktlarla da tənzimlənir. Sadəcə onu imtahanda çaşdırmaq üçün elə veriblər. Yazıblar ki, məlumat bildirişinin istifadəsi elektron imza və elektron sənəd haqqında qanunla tənzimlənə bilər. Doğrudur bu. Çünki qanunla tənzimlənir. Daha sonra maddə 4 elektron imza və elektron sənəd haqqında qanunvericilik. Elektron imza və elektron sənəd haqqında qanunvericilik Konstitusiyadan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədən, mülki məcəllədən, elektron imza və elektron sənəd haqqında qanundan, dövlət sirri haqqında qanundan, informasiyalaşdırma, informasiya mühafizəsi haqqında qanundan və digər normativ hüquq aktlardan ibarətdir. Yoldaşlar, deməli, yeni tipli cümlələr var ki, imtahanda istifadə olunur. Misal üçün, yazırlar ki, mülki məcəllə elektron imza və elektron sənəd haqqında qanunvericiliyin tərkib hissəsidir. Bir çoxları bunu görəndə səhv götürür. Çünki burada yazıldığı kimi görməyəndə cümləni gedir yanlış götürür. Yoldaşlar, doğrudur. Çünki burada qeyd olunub elektron imza və elektron sənəd qanunvericiliyi nələrdən ibarətdir? Burada mülki məcəllə də yazılıb. Deməli, mülki məcəllə də elektron imza və elektron sənəd haqqında qanunvericiliyin tərkib hissəsinə daxildir. Yəni cümlənin formasını dəyişibsə, başqa formada da yaza bilərlər. Misal üçün, 25 sentyabr imtahanda rəmzlərdən belə bir testi salmışlar, belə bir cümlə yazmışlar. Misal üçün, yazmışlar ki, Azərbaycan Respublikası Konstitusiyası dövlət rəmzlərinə dair qanunvericiliyin tərkib hissəsidir. Bu formada salmışlar. Ola bilər ki, sabahda elektron imza və elektron sənəd haqqında qanundan da sala bilərlər. Ələt azad iqtisadi zonasında elektron imza və elektron sənəd sahəsində münasibətlər ələt azad iqtisadi zonası haqqında qanun müvafiq olaraq tənzimlənir. Yəni yoldaşlar, orada ələt azad iqtisadi zonasında elektron imza və elektron sənəd sahəsində münasibətlər elektron imza və elektron sənəd qanunla tənzimlənmir. Ələt azad iqtisadi zonası haqqında qanunla tənzimlənir. Baxın, demin belə bir cümlə forması da var, imtahanda istifadə etdiyi. Yaza bilər ki, sizə ələt azad iqtisadi zonasında elektron imza və elektron sənəd sahəsində münasibətlər elektron imza və elektron sənəd haqqında qanunla tənzimlənmir. Baxın, bu cümlə də doğrudur. Çünki bu qanunla tənzimlənmir. Ələt azad iqtisadi zonası haqqında qanunla tənzimlənir. İkinci, elektron imza. Maddə 5, elektron imzanın istifadəsi. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri yaradılan elektron imza yalnız və yalnız öz sahibinə məxsusdur. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar
sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir. Deməli, 16 oktyabr dövlət qulluğu imtahanında yoldaşlar imza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər ifadəsini başqa formada yazmışlar və bir çoxu da gedib onu səhv götürmüşdü. Yazmışlar ki, imza sahibinin malik ola biləcəyi imza yaratma məlumatlarının sayı məhdudlaşdırılmır. Cümləni o formada yazmışlar. Bir çoxu da cümləni burada olduğu kimi görmədiyi üçün gedib səhv götürmüşdü. Tamamilə doğru bir cümlədir. İmza sahibinin malik ola biləcəyi imza yaratma məlumatlarının sayı məhdudlaşdırılmır. Yəni yoldaşlar bir neçədir. Birdən çox imza yaratma məlumatlarına malik ola bilər. Buna qarşı heç bir məhdudiyyət qoyulmur. Və onlar da sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir. Yəni 5.2-ni yadda saxlayın yoldaşlar. Az öncə nümunə çəkdiyim cümləni ola bilər ki, növbəti imtahanlarda da gətirib testə sala bilərlər. 5.3 elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədi imzanın yoxlanması həyata keçirilir. İdentikləşdirmə sözünün yerinə bir dəfə sertifikatlaşdırmaq yazmışdılar. Diqqətli olaq burada da. Yoxlama imza vasitələrini istifadə etməklə elektron imzanın yoxlama məlumatları əsasında aparılır. Elektron imzanın yoxlama qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Diqqətli olaq, yazırlar ki, elektron imzanın yoxlama qaydası qanunvericiliklə müəyyən edilir. Bunu bir dəfə imtahanda az öncə dediyim kimi salmışdılar. Qanunvericiliklə yox, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir. Cümləni bir dəfə imtahanda belə yazıblar ki, imza sahibinin sertifikatı olmayan elektron imzadan istifadə edilməsinə bağlı qarşı tərəfi xəbərdar etməsinə heç bir məhdudiyyət qoyulmur. Məhdudiyyət qoyulur yoldaşlar. Yəni xəbərdar etməlidir. Zərurət var. Yəni sertifikatı olmayan imzadan istifadə edərkən hökmən qarşı tərəfi xəbərdar etməlidir. Maddə 6 elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi. Dövlət hakimiyyəti və yerli üzv idarə orqanlarının informasiya sistemlərində elektron sənədin mübadiləsisi üçün ancaq güncləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Yoldaşlar, bunu bu cür salmırlar bəzən. Necə yazırlar? Yazırlar ki, Elm və Təhsil Nazirliyi informasiya sistemində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Bir çoxu dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları ifadəsini bu formada görmədiyi üçün yanlış götürür. Yoldaşlar, Elm və Təhsil Nazirliyi dövlət hakimiyyəti orqanıdır. Yaxud da hər hansı bir bələdiyyəni yaza bilərlər. Məsələn, yaza bilərlər ki, Səbail rayon bələdiyyəsi informasiya sistemində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imzadan istifadə edə bilər. Yəni bu formada görsəz yanlış deyil, doğru götürün. Daha sonra dövlət hakimiyyəti və yerli özü idarə orqanları sahə üzrə akreditə edilmiş mərkəzin xidmətindən istifadə etməlidir. Yəni yenə hər hansı bir nazirliyin adını qoya bilərlər. Məsəl üçün yaza bilərlər ki, Statistika Komitəsi sahə üzrə akreditə edilmiş mərkəzin xidmətindən istifadə etməlidir. Yaxud da hər hansı bir bələdiyyə yazarlar. Nizami şəhər bələdiyyəsi yaza bilərlər. Yerli özünü idarə etmə orqanı isə bələdiyyəni götürün yoldaşlar. Dövlət hakimiyyəti və yerli özü idarə etmə orqanlarına fiziki və hüquqi şəxslərin göndərdiyi məlumat bildirişi gücləndirilmiş imza ilə təsdiqlənməlidir. Deməli yoldaşlar, yazıblar ki, bir dəfə imtahanda dövlət hakimiyyəti ya da yerli özü idarə etmə orqanlarına fiziki və hüquqi şəxslərin göndərdiyi məlumat bildirişi onun imzasından təsdiqlənməlidir. Gücləndirilmiş yazmıyorlar, sadəcə yazılır imzasına. Və bu da yanlış bənd kimi götürülmüşdür. Ona görə diqqətli olmaq lazımdır. Sonra dövlət hakimiyyəti və yerli üzv idarə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Maddə 7. Elektron imzanın korporativ informasiya sistemində istifadəsi. Korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi sistemin daxili normativ sənədləri və ya iştirakçılar arasında müqavilə ilə tənzimlənir. İndi bu ifadə imtahanda necə düşə bilər? Yaza bilərlər ki, korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi yalnız sistemin daxili normativ sənədlərlə tənzimlənir. Yalnız sistemin daxili normativ sənədi yazsalar səhvdir. Çünki sistemin daxili normativ sənədlərlə də tənzimlənə bilər.
ya da iştirakçı arasında müqavilə ilə də tənzimlənə bilər. Məsəl üçün, başqa cür versiyada yaza bilərlər doğru bənd kimi. Korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi yalnız iştirakçı arasında müqavilə ilə tənzimlənmir. Bu da doğrudur yoldaş. Çünki yalnız müqavilə ilə tənzimlənmir. Çünki sistemin daxili normativ sənədləri ilə də tənzimlənə bilər. Hər ikisi ilə də tənzimlənə bilər. Yəni cümləni müxtəlif bir versiyalarda inversiya olmuş şəkildə gətirib variantlara sala bilərlər. Bütün bu versiyaları mən sizə bugün diqqətinizə çatdıracağam. Korporativ informasiya sisteminin daxili normativ sənədlərdə və iştirakçılar arasındakı müqavilələrdə imzanı istifadə edən şəxslərin hüquq və vəzifələri, habelə imzanın istifadə qaydalarına riayət edilməməsi nəticəsində iştirakçılara vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar da nəzərdə tutulmalıdır. Misal üçün, sual düşə bilər ki, korporativ informasiya sisteminin daxili normativ sənədlərində nələr nəzərdə tutulmalıdır? Deməli, imzanı istifadə edən şəxslərin hüquq və vəzifələri nəzərdə tutulmalıdır. İmzanın istifadə qaydalarına riayət edilməməsi nəticəsində iştirakçılara vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar da nəzərdə tutulmalıdır. Korporativ informasiya sistemində xidmət edən mərkəzlər sistemin mülkiyyətçisinin qərarı və ya iştirakçıların razılaşması əsasında formalaşdırılır. Yenə yoldaşlar diqqətli olaq. Yaza bilərlər ki, korporativ informasiya sistemində xidmət edən mərkəzlər yalnız sistemin mülkiyyətçisinin qərarı ilə formalaşdırılır. Bu səhvdir. Ya sistemin mülkiyyətçisinin qərarı ilə, ya da ki, iştirakçıların razılaşması əsasında formalaşdırılır. Daha sonra korporativ informasiya sistemində xidmət edən mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, sertifikat xidmətlərinin göstərilməsi, sertifikat reyestrinin aparılması, sertifikatların saxlanması qaydaları sistemin daxili normativ sənədləri ilə tənzimlənir. Yaza bilərlər ki, korporativ informasiya sistemində xidmət edən mərkəzlərin fəaliyyəti necə tənzimlənir? Sertifikatların tərkibidir. Daha doğrusu yoldaşlar yaza bilərlər ki, korporativ informasiya sistemində sistemin daxili normativ sənədləri nələr tənzimlənir? Misal üçün, mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, sertifikat xidmətlərinin göstərilməsi, reyestrin aparılması, sertifikatların saxlanması qaydaları. Yəni bunlar sistemin daxili normativ sənədləri ilə tənzimlənir. Korporativ informasiya sisteminin sertifikat xidməti mərkəzi sistemdənkənar informasiya sisteminin istifadəçilərinə xidmət göstərdikdə mərkəz bu qanunda nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməlidir. Diqqətli olaq, qanunvericilikdə nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməli yaza bilərlər. Yaxud da yaza bilərlər ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olmalı və fəaliyyət göstərməlidir. Müxtəlif cür versiyalar yaza bilərlər. Burada bu qanun olmalıdır. 3-cü fəsil sertifikat xidmətləri, sertifikatlaşdırılma. Maddə 8 elektron imza xidmətlərinin subyektləri. Elektron imzadan istifadə zamanı imza sahibi sertifikat xidmətləri mərkəzi yaxud da akreditə edilmiş mərkəz və müvafiq icra hakimiyyəti orqanı arasında yaranmış hüquqi münasibətlər qanunvericiliyə bu qanuna və ya tərəflər arasında bağlanmış müqavilə olaraq tənzimlənir. Yoldaşlar, burada müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Deməli, elektron imzadan istifadə zamanı imza sahibi sertifikat xidmətləri mərkəzi ya da ki, akreditə edilmiş mərkəz və müvafiq icra hakimiyyəti orqanı arasında, yəni bu üç subyektin arasında yaranmış münasibətlər qanunvericiliyə uyğun olaraq, elektron imza və elektron sənəd haqqı qanuna uyğun olaraq ya da ki, müqavilə əsasən tənzimlənəcək. Yəni bu üç hüquqi akt əsasında tənzimlənəcək. Maddə 9. Sertifikat xidmətləri mərkəzinin qeydiyyata alınması və akreditə edilməsi. Mərkəz Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl, diqqətli olun, 30 gün sonra yaza bilərlər. 30 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinə məlumat verməli və qeydiyyatdan keçməlidir. Baxın, burada diqqətli olaq, 30 gün əvvəl yazıb, dəyişib 30 gün sonra yaza bilərlər. Yaxud da 25 gündə yaza bilər. Daha sonra 20 gündə yaza bilər. Misal üçün, belə də yaza bilərlər yoldaşlar. Bu versiyanı da sizin diqqətinizə çatdırım. Bu versiya səhv deyil. Misal üçün, yaza bilərlər ki, Mərkəz Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 20 gün əvvəl müvafiq icra hakimiyyətinə məlumat verə bilər
və qeydiyyatdan keçirilə bilər. Yəni bu doğrudur yoldaşlar. 30 günə qədər 20 gündə, 25 gündə, 15 gündə doğrudur. Yəni edilə bilər yazsa düz götürün. Məlumatda mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin ünvanı, hüquqi statusu, maliyyə, texniki, kadr imkanları və fəaliyyətin xüsusiyyətləri göstərilməlidir. Deməli, məlumatda nələr göstərilməlidir? Mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin ünvanı göstərilməlidir, hüquqi statusu göstərilməlidir, maliyyə, texniki, kadr imkanları və fəaliyyətin xüsusiyyətləri göstərilməlidir. Yoldaşlar, bunlar da imtahan sualıdır, qeyd edin. Daha sonra hüquqi şəxs bu məlumatlara dövlət qeydiyyatı şəhadətnaməsi və nizamnaməsinin surətini, fiziki şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti barədə sənədləri əlavə etməlidir. Deməli, sual düşə bilər ki, hüquqi şəxs nəyə əlavə etməlidir? Şəhadətnamə və nizamnamənin surətini. Fiziki şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti barədə sənədləri əlavə etməlidir. Bu da imtahan sualı ola bilər yoldaşlar, bunu da qeyd edin. Təqdim edilən sənədlərin siyahısı qeydiyyat qaydaları ilə müəyyənləşdirilir. Yazır ki, təqdim edilən sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə bir variant da yaza bilərlər, diqqətli olun. Sənədlərin, deməli, təqdim edilən sənədlərin siyahısı qeydiyyat qaydaları ilə müəyyən edilir. Daha sonra mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların elektron hökumət informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olmadıqda həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. İndi diqqətli olaq. Bunu necə yaza bilərlər? Deməli, mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin ya da məlumatların elektron informasiya, elektron hökumət informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanlarının əldə edilməsi mümkün olmadıqda həmin sənədlər deyir ki, iddiaçıdan tələb edilir. Yəni tələb edilir yaza bilərlər. Edilmir dəyişib edilir yaza bilərlər. Yəni diqqətli olun yoldaşlar. Belə sənədlərin və məlumatların elektron hökumət informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından tələb olunur ya da ki, iddiaçı şəxs tərəfindən təmin edilir. Daha sonra müvafiq icra hakimiyyəti orqanı, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri 30 gün müddətində mərkəzin təqdim etdiyi sənədləri yoxlayaraq mərkəzin qeydiyyatı barədə qərar qəbul edir. Təkmil sertifikat xidmətləri göstərmək üçün mərkəz müvafiq icra hakimiyyəti orqanında akkreditdən keçir və ona təkmil sertifikat verilir. Akredit edilmiş mərkəzlərin sayına məhdudiyyət qoyulmur. Baxın, yaza bilərlər ki, akredit edilmiş mərkəzlərin sayı məhdud saydadır, məhduddur. Məhdudiyyət qoyulmur. Mərkəz fəaliyyətə yalnız müvafiq icra hakimiyyəti orqanı, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri tərəfindən sertifikat xidmətləri mərkəzləri reyestrinə qeydiyyat məlumatlarının daxil edilməsindən sonra başlaya bilər. Sonradan da dəyişib yoldaşlar əvvəl başlaya bilər yaza bilərlər. Yaza bilərlər ki, mərkəz fəaliyyətə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikat xidmətləri mərkəzi reyestrinə qeydiyyat məlumatlarının daxil edilməsindən əvvəl başlaya bilər. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda mərkəzi qeydiyyata almadan imtina edə bilər. Bu hansı hallardır yoldaşlar? Baxın, bu da imtahan sualı ola bilər. Deməli, iddiaçı şəxs bu qanun tələblərinə uyğun olmadıqda, təqdim edilmiş məlumat və sənədlərin bu qanun tələblərinə uyğun olmadıqda, iddiaçı şəxs yanlış məlumatlar təqdim etdikdə, daha sonra informasiya sisteminin təhlükəsizliyin auditinin nəticəsinə əsasən iddiaçı şəxsin mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmadı. Yaza bilərlər ki, mümkün olduqda. Yəni söz oyunlarına diqqət etmək lazımdır. İddiaçı şəxsin sertifikatlaşdırma və ya vaxt göstəricilərinin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyəti bu qanun və ya digər normativ hüquq aktlarının tələblərinə uyğun olmadıqda, iddiaçı şəxsin dövlətə vergi borcu olduqda, Azərbaycan Respublikasının qanunvericiliyi nəzərdə tutulmuş digər hallarda. Baxın yoldaşlar, bu da imtahan sualıdır. Diqqətli olaq. Sual düşə bilər ki, sizə dekabr imtahanında yaxud da yanvar imtahanında müvafiq icra hakimiyyəti orqanı hansı hallarda mərkəzi qeydiyyata almadan imtina edə bilər?
yaxud da qeydiyyata almadan imtina üçün əsaslara aiddir. Bu formada da sala bilər testi. Daha sonra maddə 10 sertifikat xidmətləri. Mərkəzlər imzanın istifadəsi ilə bağlı aşağıdakı xidmətləri göstərə bilər. Bu da imtahan sualı ola bilər yoldaşlar. Deməli, sertifikatların verilməsi, sertifikatların qüvvəsinin dayandırılması, bərpa edilməsi və sertifikatın ləğv edilməsi. Daha sonra sorğulara əsasən sertifikatlar barədə bu qanunla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə məmul olmuş məlumatların verilməsi, vaxt göstəricilərinin qeyd edilməsi, elektron imzanın yaradılması, imzanın istifadə üzrə məsləhətlər verilməsi. Yəni mərkəzlər imzanın istifadəsi ilə bağlı sadaladığım xidmətləri göstərə bilər. Bir dənə onu da diqqətinizə çatdırım. Misal üçün bu sualı salıb yanlış bənd kimi nəyə qeyd edə bilərlər? Yaza bilərlər ki, mərkəzlər imzanın istifadəsi ilə bağlı yalnız sertifikatın qüvvəsinin dayandırılması barədə xidmətlər göstərə bilərlər. Bu yanlışdır. Çünki dayandırılma, bərpa edilmə, ləğv edilmə bu üçü də var. Sertifikat xidmətlərinin göstərilməsi qaydası müvafiq icra hakimiyyət orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Yoldaşlar, burada qeyd etdiyim müvafiq icra hakimiyyət orqanlarının hər birini bilməyə ehtiyac yoxdur. Çünki çox nadir hallarda ola bilər ki, bunu imtahana salsınlar. Sadəcə sizə məlumat xarakterli onların hər birini qeyd etmişəm. Maddə 11 sertifikatın verilməsi. Sertifikat müraciət etmiş şəxslə mərkəz arasında bağlanmış müqavilə və ya şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyət orqanı, yəni Daxili İşlər Nazirinin şəxsiyyət vəsiqəsi verən orqanlarının sertifikat sorğusu əsasında verilir. Diqqətli olaq, bu da imtahan sualı ola bilər yoldaşlar. Yaza bilərlər ki, sertifikat hansı qaydalarda verilə bilər? Yazarlar ki, sertifikat yalnız müraciət etmiş şəxslə mərkəz arasında bağlanmış müqavilə əsasında verilə bilər. Bu səhvdir. Mərkəzlə müraciət etmiş şəxs arasında bağlanmış müqavilə əsasında verilə bilər. Daxili İşlər Nazirinin şəxsiyyət vəsiqəsi verən orqanlarla sertifikat sorğusu əsasında da verilə bilər. Daha sonra sertifikat almaq istəyən fiziki şəxs mərkəzi onun şəxsiyyətini təsdiqləyən sənədi və qaydalarla müəyyən edilmiş digər sənədləri də təqdim etməlidirlər. Baxın, yanlış bənd kimi necə yaza bilərlər? Sertifikat almaq istəyən fiziki şəxs mərkəzə yalnız şəxsiyyəti təsdiqləyən sənədi əlavə təqdim etməlidir. Təkmil sertifikat almaq üçün akreditləmiş mərkəzə müraciət olunmalıdır. Təkmil sertifikat almaq üçün. Deməli, təkmil sertifikat almaq üçün hara müraciət olunmalıdır? Akreditə edilmiş mərkəzə müraciət olunmalıdır. Şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı sertifikatın verilməsi müvafiq icra hakimiyyət orqanının təsdiq etdiyi Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi haqqında qanunla tətbiqi barədə əsasnamə ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu qanuna uyğun həyata keçirilir. Daha sonra sertifikat verildikdən sonra mərkəz bu qanun müvafiq olaraq onun qüvvəsini dayandıra, bərpa və ya ləğv edə bilər. Deməli, sertifikatın qüvvəsini mərkəz dayandırda bilər, bərpa edə bilər, yaxud da ləğv edə bilər. Ondakı elektron imza və elektron sənəd haqqında qanun olaraq həyata keçirə bilər. Sertifikat qüvvəyə minənədək mərkəz onun barəsində məlumatlar reyestrə daxil edir və reyestrdə sertifikatın vəziyyətindəki sonrakı dəyişiklikləri qeydiyyatını aparır. Diqqətli olaq yoldaşlar. Sizə yanlış bənd kimi bunu necə sala bilərlər? Sertifikat qüvvəyə mindikdən sonra mərkəz onun barəsində məlumatları reyestrə daxil edir və ya reyestrdə sertifikatın vəziyyətindəki sonrakı dəyişikliklərin qeydiyyatını aparır. Yəni qüvvəyə minənədək sözünü dəyişib qüvvəyə mindikdən sonra yaza bilərlər. Baxın, bunu imtahana yanlış bənd kimi sala bilərlər, qeydi götürün yoldaşlar. Daha sonra sertifikatın verilməsi və reyestrin aparılma qaydaları, ona daxil edilən məlumatların tərkibi müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyənləşdirilir.